Değerli izleyiciler, bu da bizim təmirdən sonraki nəticəmiz. Əslində bunun bərpası üçün belə bir usta işlətmişdilər. Baxın, partlaq hissəsi buradadır. Aşkar da görsənir. Belə bir utka işlənmişdir. Bunun təmiri üçün polda sökülməli idi. Polun altındaydı. Biz amma optimal varianta getdik. Qapının çərçivəsinin alt hissəsini, yəni paroqunu sökdük. Sağlam şəkildə altının betonunu boşaltdıq. Sağlam şəkildə sökdük. Bu şəkildə ziqzaqvari bərpa elədik. Pola heç bir zədə vermədən.